Belə bir funksiya verir və təyin oblastını istəyir. Təyin oblastı biz bilirik ki, x-in aldığı qiymətlərdə, yəni df-i istəyir bizdən. Df bərabərdir suala. Biz bilirik ki, kvadrat, daha doğrusu kök altı ifadə hər zaman sıfırdan böyük və ya bərabər olmalıdır. Deməli, yazıram mən onda. Mənfi x kvadratı üstəgəl 4x, üstəgəl 12 böyük bərabərdir 0. Və bu x kvadratın əmsalı mənfi olduğuna görə biz hər tərəfi mənfiyə vurmalıyıq. Onda işarələr əksinə dəyişəcək. X kvadratı minus 4x minus 12 kiçik bərabərdir 0. Və bunun vuruqlarına ayırsaq, x minus 6, x plus 2 kiçik bərabərdir 0. Birinci kökü olacaq mənfi 2, ikinci kökü olacaq müsbət 6. Deməli, kiçik bərabər olduğuna görə mənfi 2-dən 6-ya qədər qiymətlər alacaq və mənfi 2 ilə də daxil hər ikisi daxil olacaq. Mənfi 2 və 6 ədədləri də daxil olacaq. Cavab mənfi 2, 6 aralığı və onlar daxildir.